Fresh qidalanma vərdişinə yiyələnməklə sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq mümkündür. Bu barədə Rusiyalı gastroenteroloq Olga Suxareva öz Telegram kanalında danışıb. Olga Suxareva ilk olaraq hər qida qəbulu zamanı tərəvəz yeməyi tövsiyə edib. İkincisi, mütəxəssis adi çörəyi tam taxıllı çörəklə əvəz etməyi məsləhət görüb. Çünki bu növ çörək aşağı qlükoza səviyyəsinə malikdir və lif baxımından zəngindir. Üçüncüsü, Olga Suxareva gündə bir ovuc qoz fındıq və ya tum yeməyi tövsiyə edib. Çünki onlar zülal, mikroelementlər, vitaminlər və faydalı yağlarla zəngindir. Sağlamlıq üçün digər vacib vərdiş isə bağırsaq mikroflorasını yaxşılaşdırmaq üçün gündəlik rasiona ən azı bir fermentləşdirilmiş süd məhsulunun daxil edilməsidir. Bundan əlavə, Suxareva orqanizmə antioksidantların daxil olması üçün gündə 2-3 stəkan yarpaqlı yaşıl çay içməyi tövsiyə edib. Gastroenteroloq qeyd edib ki, dəmirin udulmasını pozmamaq üçün yaşıl çayı qidadan ayrı qəbul etmək daha məsləhətdir.